Rəsulzadə xatirələri 1-ci kitab. Hazırlayan Dilgəm Əhməd. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və ailəsi haqqında xatirələr toplanıb. Səttar xanla ilk dəfə Təbrizdə görüşdük. Səttar xan, teleqraf məşhur Səttar xanın vəfatı xəbərini gətirdi. Son zamanlar Səttar xan unudulmuşdu. Artıq adı dillərdə dastan deyildi. Fəqət bir vaxt vardı ki, bu isim günün mövzusunu təşkil ediyordu. Avropa qəzetləri belə Səttar xan ismini Haribaldi ilə bərabər tutuyorlardı. İşte bu vaxtı ilə İran Haribalisi olan zat ölmüşdü. Səttar xan hər nə qədər cismən indi ölmüşsə də, Təbriz meydanı hürriyyətində qazandığı şöhrətini mətəəssüf daha 1910-cu ildə Tehranda Vaqe Atabey parkında öldürülmüşdü. Fəqət bu həzin xatirəni çox da qurdalamayayım. Üskürü əmvatüküm bil xeyr, Səttar xanın xeyrindən də bir çox söz söyləmək olar. Əlbəttə, vaxtilə bütün qəlblərdə böyük bir hüzün, təvəccüh qazanmış olan bir zatın hüsn xatiratı 4-5 sənə zərfində unudulmaz. Millətin bətnindən yetişmiş olan bu qəhrəman hər nə qədər avamlığı cəhətdən onun bunun intriqalarına qurban oluyordusa da, fitrətən bir çox məziyyətlərə malik idi. Mərhum Səttar xanla bir çox kərə mülaqi oldum, fəqət Müşarül-İleyh ilə vaqe olan görüşmələrimdən bir neçəsi heç bir vaxt yadımdan çıxmaz. Mərhumla ilk dəfə Təbrizdə görüşdük. Biz Təbrizə varid olan gündən bir gün əvvəl Səttar xanla Bağır xan, bu Təbriz istiqlalının iki sərkərdəsi, Rus qoşunlarının şəhərə gəldikləri nəticəsində özlərinin həbs olunmalarından xof edərək, ehtiyat üçün Osmanlı konsulxanasında bəstə olmuşdular. İşte Səttar xanla da ilk dəfə burada görüşdük. Xan bizi Qafqasiya müsəlmanı mətbuatının nümayəndəsi olmaq surəti ilə qəbul edərək, olduqca iltifat göstərib zimmən müsəlman mətbuatına qarşı haqlı bir tənqiddə bulundu. Dedi ki, Təbriz vaqiələri bütün aləmi maraqlandırıb buraya bir çox əcnəbi qəzetlərin müxabirini cəlb edib. Təəssüf olunur ki, ancaq vəqələr bitdikdən sonra Müsəlman qəzetəsinin müxbirini qəbul etmək şərəfinə nail oluyoruz. Mən bu tənqidin haqlı olduğunu təsdiq etməklə bərabər mövcud olan səbəblərin bəyanı ilə mənsub olduğum mətbuatı müdafiə etdikdən sonra müsahibimizin zəmnini dəyişdirdim. Müsahibəmiz əsnasında bir çox sözlər söylədik. Səttar xan sevdiyi xor-xor qəlyanını çəkə-çəkə diyorlar ki, Səttar xan qəlyanı çox-çox seviyor. Hətta divanın qızğın vaxtında belə mətanətini qeyb etməyərək ondan əl çəkməzmiş. Bu sözləri bəyan ediyordu. Artıq bizim vəzifəmiz bitdi. Bizimki əskərlik idi. Vəzifəmiz dəxi köhnəni yıxmaq və dağıtmaq idi. Bu yolda əlimizdən gələni elədik. Yıxa bildiyimiz qədər yıxdıq. İndi tikmək zamanı gəlmişdir. Bunun üçün başqa qüvvələr, yəni alimlər və mütəqənninlər lazımdır. Böyle emar ediciləri hər yerdə olsa tapmalı və onların arxasında durmalı və işləyin deməliyiz. Doğrusu xanın bu sözləri məndə böyük bir təsir oyatmışdı. Bu təəssüratım o zaman tərəqqi sütunlarına da keçmişdi. İkinci dəfə Səttar xan Tehrana gələrkən onunla görüşdük. Mərhuma şahanə bir istiqbal hazırlanmışdı. Demək olar ki, bütün Tehran o gün istiqbala çıxmış idi. Şahabada qədər yollarda çadırlar qurulmuş, hər əsnaf, hər təbəqə özünə görə xeymələr, çadırlar dikətmişdi. Qəhrəmanı məşhuriyyətini orada istiqbal etsin. Üçüncü xatıratım olduqca həzindir. Səttar xanın öz səyi və himməti ilə vücuduna çalışmış olduğu məşruiyyət hökuməti artıq nüfuzunu payidar etmək istəmişdi. Binan əleyh əllərində silah olaraq küçələri gəzən mücahidlərin tərk silah edilməsinə qərar vermişdi. Gözlənilməli idi ki, bu qərar hər kəsdən əvvəl Səttar xan qəbul eləsin. Heyhat, xan Tehran intriqaçılarının damində idi. Hökumətin bu məşru tələbindən boyun qaçırtdı. Mücahidlər Atabey parkına doldular, hökumətə qarşı durdular. Nəticə parkın hücumla alınması və Səttar xanın da ayağından yaralanması kimi fəci bir hala münəccər oldu.
Yaralandığından sonra özü ilə görüşənlərə Səttar xan özünün bu səhvindən mütəəssir olduğunu söyləyirdi. Axı bu məlunlar başıma nələr gətirdilər deyə intriqaçılara lənət oxuyurdu. Təbriz qəhrəmanının intriqa qurbanı olduğunu hökumət də qəbul eləmiş, binaənəleyh onun şikəst olmasına qarşı bəyan təəssüb izah elədiyi kimi yarasının müalicəsini də öz öhdəsinə almışdı. Park vəqəsindən sonra Səttar xan artıq bu bir cuşe-i inziva ixtiyar edib, o surətlə yaşamağa və Təbrizdə çıxardığı böyük ada istifadə edərək adi bir həyat keçirməyə razı olmuşdu. Bu kərə gələn teleqraflar artıq bu adi həyatın da bitdiyini bildiriyorlar. Səttar xan əvvəlki şöhrəti ilə mütənasib parlaq bir nəticə əldə edib müvəffəq bilmərəm olmasa da, bunda biz bilən özündən ziyadə yetişdirdiyi mühit və o mühitin giriftar olduğu siyasi və ictimai şərtlər müqəssirdir. İran məşruiyyəti arzusuna nail olub təkamül edə bilmədiyi kimi, onun qəhrəmanları da öyle bir fəci bir xatiməyə məhkum idilər. Fəqət bu adəmi müvəffəqiyyətlər tamamilə ümidsizliyi tövlid etməyib, vaxtilə bu zavallı qəhrəmanların məhrum olması az təqviyə etməyəcəkdir. Bu nöqteyi nəzərdən Səttar xan İran tarixi təcərrüdünün unudulmaz bir simasıdır. Allah rəhmət eyləsin. Amin. İqbal, sayı 786, 10 noyabr 1914-cü il. Rəsulzadə əsərləri 2-ci cild, Bakı 2001-ci il. Bu mənim dərc edilmiş ilk məqaləm idi. Azərbaycan jurnalı, sayı 22-23, 1954-cü il. İlk məqalə 1903-cü il idi. Rus-Yapon müharibəsi dövrü idi. Dövrü idi deməyimizdəki məqsəd bilavasitə hərb deyil, onun mühitimizdə oynadığı əkslərdir. Yaxın Şərqin siyasi oyanış dövrü ilə tarixin bu böyük hadisəsi arasında mənəvi dərin əlaqənin varlığı məlumdur. Bu ərəfələrdə Tiflisdə Məhəmməd Ağa Şahtaxtlının Şərqi Rus adında gündəlik qəzeti nəşr olunurdu. Bu 1875-ci ildə çıxan Həsən bəy Zərdabinin əkincisindən sonra demək olar ki, Azərbaycan türkcə ilk qəzet idi. Şərqi Rusu böyük diqqət və maraqla oxuyurdum. Sadəcə oxumaq deyil, bu qəzetə yazı yazmaq arzusunu da ürəyimdə bəsləyirdim. Hələ məktəb sırasında və məqalə yazmağı ömrümdə təcrübə etməmiş ikən mənə bu arzunu duymaq cəsarəti birbaşa qəzetin özündən gəlirdi. Şərqi Rusun bir çox məqaləsi İdarəyə göndərilən məktublardan ibarət idi. Bu məktub məqalələrin mənim kimi həvəskarlar tərəfindən yazıldığını görür, ara sıra idarə tərəfindən bu məktublara əlavə olunan təşviq edici təqdirlərdən hərəkətə gəlirdim. Bir gün özümə hakim ola bilmədim. Həmin günün dəqiq hansı gün olduğu indi müəyyən edə bilmirəm. Hər halda bu 1903-cü ilin ya bahar ya da sonbahar günlərindən biri idi. Ya ilk ya da sonbahar. Bunda tərəddüdüm yoxdur. Dəlilim bəhs etdiyim məqalənin mövzusudur. Bakının o zamanki alışqanlığına görə monden gəncliyi millət fərqi olmadan İlıq mövsümlərdə hər axşamüstü Qubernator bağı adlanan şəhər parkının xiyabanlarında gəzişirdilər. Şərqi Rusa göndərdiyim ilk məktubun mövzusu bu gəzintilərdən birinə aiddir. İçəri şəhərin milli hakimiyyət çağlarından qalan köhnə sıralarının dibindəki xiyabanı aşağı yuxarı ayaq sürərək gəzən kişili qadınlı seyircilər arasında yerlilərdən bəzi tanışlarımın bir sözlə tanıdığım məktəbli Azərbaycanlıların o zamanki tədbirlə müsəlmanların öz aralarında ana dilləri olan türkcə deyil, rusca danışmaları tərəfimdən tənqid olunur. Pis ruscalarını daha yaxşı bilmələri gərəkli olan ana dillərinə dəyişmələri eyblənirdi. Qəzetin adını Şərqi Rus qoyan Məhəmməd Ağanın bu məktubu necə tələqqi edəcəyi əlbəttə ki, maraqlı idi. Lakin o zaman məni ən çox maraqlandıran bu deyil. Ümumiyyətlə yazımın bir yazı olaraq qəbul edilib edilməyəcəyi idi. Tiflis poçtunu böyük maraqla gözləyirdim. Nəhayət, gözüm böyük sevinclə Bakıdan məktub başlığına ilişdi. Məqaləmiz dərc olunmuşdu.
Təkcə dərc edilməmiş, üstəlik idarədən təqdir və təşviqə səbəb olmuşdu. Müdir qəzetini təsis edərkən ən çox ali təhsil almış münəvvərlərin yardımını ummuşkən, gözləmədiyi bir yandan gənclərdən və milli münəvvərlərdən hərarətli bir diqqət gördüyünü sevinclə qeyd etdikdən sonra bizim yazını tərifləyir və üzərində dayandığımız mövzunu xüsusilə təqdir edirdi. Bu mənim dərc edilmiş ilk məqaləmdir. Buxarest, martın 1-i 1944-cü il.